Gözlədiyimiz kimi oyun çox çətin keçdi. Nəzərə alsan ki, qış fasiləsindən sonra rəqib evdə keçirdiyi 7 oyunda heç birində məğlub olmamışdı. Və o rəqiblər içərisində iddialı, güclü komandalar da var idi. Bilirdik ki, bugün rəqib əzmkar mübarizə aparacaq və hər xal üçün mübarizə aparacaq meydanda. Əlimizdən gələn ki, dərhal üstünlük yaradaq, oyuna yaxşı başladıq, yaxşı təhlükəli hücumlarımız var idi. O dəqiqələrdə qapı tirindən dönən bir zərbəmiz və qapıçının yaxşı, etibarlı çıxışları var idi. Amma rəqib bizə çox da meydanda rahat imkan vermirdi oynamağa. Ona baxmayaraq, futbolçular ikinci hissədə əvvəlində sürəti artırdıq və daha çox cəhdlər eləməyə başladıq. O dəqiqələrdə qol vurduq. Ondan sonra rəqib daha riskli oynayıb, böyük qüvvənlə irəli getdi. O dəqiqələrdə biz artıq müdafiə olub əks hücumlara bel bağlayırdıq. Yaxşı əks hücumlarımız oldu. Qol epizodlarımız oldu, istifadə eləmədik. İkinci qol vursaydık, sonluq bizim üçün daha rahat ola bilərdi. Amma şükür olsun Allaha, olduqca çox vacib 3 xal qazandıq. Futbolçular çox intizamlı, istəkli və qələbə üçün əllərindən nə gəlirdisə, hər şey elədilər meydanda ki, bugün buradan qalib tərəf biz olaq. Qarşıda bizi 4 oyun gözləyir. Yenə də hər birinə də çox yaxşı hazırlaşıb, yaxşı forma göstərməliyik ki, qələbə qazanırlar. Çempionat sona yaxınlaşdıqca hər komanda daha da dirəncli olur, daha da istəkli olur. O yüzden artıq tez bir zamanda bu oyunu geridə qoyub, növbəti tur Turanla oyuna hazırlaşmalıyıq. Rəşidov təbrik edir. İkinci neticədən sonra artıq Avropa Kuboku yollarını rəsmiləşdi. Yalnız qalıb Avropa Liqa yoxsa Konferans Liqası. Bu iki turnir arasında fərq vardı. Yəni vaxt baxımından biri 10'da, biri 24'də. Sizə hansında çıxıb etmək istəyirsiniz? Birinci o maraqlıdır. İkincisi də ki, Avropa Kuboklara nəticələri nəzərə alsa, hansı yeniliklərə imza atmaq istəyirsiniz? Heyət üzərində baxımından hansı adımlar? Düşünürəm ki, 3 komandanın şansı qalıb Avroliqaya. Ya Sabahdır, ya Arazdır, ya bizi. Yəqin ki, hər 3 komanda Avroliqada çıxış eləmək istəyir və əsaslı səbəb bir uduzmaq limitim var. Belə deyək, məğlub olduqdan sonra yenə Avropa Kuboklara davam edirsən. Yəqin ki, hər 3 komanda sonuna qədər mübarizə aparacaq. Bizim üçün sevindirici haldır. Sona 5 tur qalmış Avropa Kuboku təmin elədi. Əsas qarşımıza qoyulan hədəf buydu və medal qazanaraq Avropa Kuboka düşmək ayrı bir sevindirici amildir. Qarşıda bizi 4 oyun gözləyir. Biz hal-hazırda istəyirik, düşünürük ki, imkan varsa ikinci yer tutaq və sona qədər onun mübarizəsini aparmaq istəyirik. Necə olacaq, nəzər olacağı zaman göstərəcək. Çünki qarşımızda da əzmkar bir rəqib var. Araz komandası bilirik, sona qədər təslim olmayacaq. Ən xarakterli, ən əzmkar klublarımızdan biridir çempionatda. Biz də eyni dirənci göstərməliyik, biz də sonuna qədər diqqətimizi itirməməliyik və çalışıb növbəti oyunlarda qələbə qazanıb ikinci yer tutmağa çalışacaq inşallah. Suallar. Xanalama. Çox sağ olun. Uzun illərdir Premier Liqada belə bir mit yaranmışdı. Qarabağ və digərləri. Artıq bu mövsümdən Qarabağ, Zirə və digərləri fikri formalaşmağa başlayır. Maraqlıdır, Zirə bu mifi necə dağıda bildi? Yəni bunun bir düsturu var mı? Yox, açıq mən bu barədə düşünməmişəm. Bəli, belə bir deyim olub. Son illərdə xüsusilə Qarabağın dominantlığı var. Son belə deyək, çempion Neftçi olduqdan sonra 3 ildir və 4 sezondur Qarabağın dominantlığı var. Böyük xal fərqi ilə həmişə çempion olur. Amma digər komandalar, düşünürəm, Avrokubok oynayan komandaların səviyyələri aşağı-yuxarı eynidir. Komandalar arasında ciddi fərq yoxdur. Sadəcə olaraq kimdəsə nəsə uğurlu alınır, kimdəsə biraz uğursuz alınır və yaxud həll edici oyunlar olur ki, orada sən qələbə qazansan, rəqib məğlub olur. Halbuki rəqib qələbə qazansa, sən məğlub olsan, tam fərqli bir gedişat ola bilər. Mən bugünkü gündə Zirəni digər klublarımızdan fərqləndirmirəm. Azərbaycan sizin qurduğunuz sayəsində dünyada ən uzun müddətli məsələyə malik çempionatlar sırasında birinci yerdə gedir. Yəni, niyə digər klublarımız baş məşqçilərə güvənmir? Yəni, halbuki siz Azərbaycanda ən çox inkişaf edən sahanın baş məşqçiləri olduğunu bildirmişsiniz.
Əslində faiz nisbəti olaraq klublarımız hər zaman daha çox yerli məşqçilərə güvənirlər. Səhv eləmirəmsə 2 klubumuzda legioner məşqçi olmalıdır, 8 klubu yerli məşqçilərdir. Mən şəxsən yerli məşqçilərimizin gördüyü işinə fəxr edirəm. Müəyyən məsələn Azər Bağırovun Kəpəzdə gördüyü işlər, gənc məşqçilərimiz sıralama ilə götürsən Cavid oldu, sonra Elvin oldu, Sabalda gördüyü maraqlı işlər. Hələ bu imkanı az olan komanda Ayxan Abbasov Şamaxıda gördüyü işlər və yaxud U21-ə 5 gün gələn kimi dərhal komandanın verdiyi reaksiya, halbuki heç vaxt bir yerdə bir oyun keçirməmişlər və bilirik ki, qarşıdakı rəqiblər oturuşmuş, digər ölkələrdə daha çox elədir 15, 16, 17, 18, 19 yaşdan belə gəlirlər hamısı bir yerdə U21-ə qədər. U21-dən sonra biraz artıq kim əsas komanda düşə bildi, düşə bilmədi. Oradan sonra amma U21-də və çətindir beynəlxalq arenada oyunlar göstərmək. Halbuki orada da bizim yerli məşqçimiz dərhal reaksiya göstərdi və sevindirici amildir. Beləncə hamını bir-bir qeyd edə bilərəm, sıralaya bilərəm. Əvvəlki müsahibələrin birini də qeyd eləmişdim. Mən yerli məşqçilərimizdən fəxr edirəm. Yəni göstərdikləri iş, apardıqları iş, göstərdikləri nəticələr qürur vericidir. Həsən Muzadə İmanlara, həmkarın sualın davamı olsun ki, bəs Avropa qruplarda hərəkət olacaq. Yəni, klub bir olaraq böyüyəcək, qrup hərəkətə keçəcək, yoxsa bir tür keçmək, yəni uğurdur, ikincidən sonra yəni... Maraqlı sualdır. Əslində belə bir limit var bizdəki Avrokubokda. Bugünkü gündə klublarımız bir tur keçəndə uğur sayılır. Onun da əsas səbəblərindən biri reytinqimizin, klublarımızın reytinqinin aşağı olmasıdır və dərhal ilk mərhələdə ciddi rəqiblər düşür. Bu mərhələni nə cürsə keçmək lazımdır ki, xallar toplaya, reytinqimizi gücləndirə ki, heç olmasa birinci, ikinci mərhələdə daha uyğun rəqiblər olsun. Asan rəqib yoxdur, amma daha uyğun rəqiblər olsun. Hələ ki ona nail ola bilmirik. Məsəl üçün biz keçən il xal toplamışıq, amma belə deyək, heç bir reytinq xalın yoxdursa, sənə müəyyən orada 4 bal verilir və biz keçən il 4 bal toplamışıq, yenə 4 balla başlayacaq. İndi bizə heç bir xal verilməyəcək və yenə biz cırmaq reytinq xalları toplamalıyıq ki, növbəti son çempionatda uğurlu çıxış edib, təzədən Avrokubokda belə... O yüzden biraz Avrokubokda uğur qazanmaq asan deyil və bizim də bir balaca üzərimizdə baskı olacaq. Nəyə görə? Futbol cəmiyyəmiz keçən play-off oynamışıq. Təbii olaraq bu il daha çoxunu istəyəcək, daha yaxşısını istəyəcək. Üzərimizdə baskı olacaq. Biz də istəyirik ki, bu il imkan olsa daha irəli getmək, ən azı play-offa qədər getmək. Çünki play-offda oyunlar biraz fərqli olur. Rəqiblərin oyunlara köklənməyi, çünki orada böyük pul fondu olur, qazancı olur. Qrupa düşməkdə son addımdır deyə rəqiblər də tam fərqli bir motivasiya ilə, konsentrasiya ilə oynayırlar. Ən azı istəyir play-offa qədər gedək, amma görə hər şey zaman göstərəcək. Güclənməyə qaldıqda təbii olaraq istəyir güclənək, amma biz bugün də klubumuzun bizə yaratdığı şəraitdən razıyıq, məmnunuq. Heyətimizdən də mən məmnunam, razıyam. Bəli, daha biraz da gücləndirmə imkanımız olsa yaxşı olardı. İlk növbədə bütün heyəti qoruyub saxlamaq önəmlidir və biraz onu gücləndirmək vacibdir. Bu işlərə yavaş-yavaş başlayacaq bu həftədən. Mən dünənləri hakimi final fiti olduqdan sonra 2 dəqiqə sonra bizim Elman müəllimə sual verdim ki, konferans ligin birinci oyunu nə vaxtdır? Mən ora qədər bilmirdim. Mən belə insanam, bir şey həll olmamış, bitməmiş. İndi artıq bu həftədən yavaş-yavaş o yöndə də paralel olaraq işimizi aparacaq, amma bizim üçün ən vacib olan bu dəqiq prioritet ikinci runda mübarizədir. Rəşid Nandurban mənim bir yaş sözü var. Həmişə deyir ki, bölmək üçün ciddi rəqiblərlə qarşılaşmalıyıq. Yəni indi reyting xalımız da olmasa, yəni aşağı olsa, məcbur bu yola getməyə, bu öz yerində. Ötən mövsüm Zira Avrokubokların vəsilə qazananlar çoxları belə deyək, əksəri pragmatik deməzdir, sadəcə nəticə hesablanmış oyun sənəti deyirlər. Amma cari mövsümdə hamı Zira'nın parlaq oyunundan danışır. Bu Rəşad Sadıqovun oyun fəlsəfəsini komandaya aşılamaqdan irəli gəlir, yoxsa heyətdə keyfiyyət qalır komanda? Siz əks sual verəcəm. Bilmirəm, nə dərəcə doğru olacaq, olmayacaq bilmirəm. Biz keçən il pragmatik oynuyorduk. Kim bizdən daha yaxşı, baxımlı oynuyorduk? Kim bizdən daha kombinasiyalı oynuyorduk? Yəni, bizi mənim maraqlı kimlə müqayisə edirlər? Qarabağla müqayisə edirlərsə, biz Qarabağ deyilik, Qarabağ olmaq üçün də çox vaxta ehtiyacımız var. Olacaq, olmayacaq, o da böyük bir sualdır. Yəni, deyəndə ki,
müqayisə aparmaq lazımdır. Kimləsə müqayisə aparmaq lazımdır. Pragmatik demədim, nəticə hesablanmış oyun. Hamı nəticə qazanmaq istəyir də. Kimsə çıxır meydana ki, mən bugün sırf istəyirəm ki, gözəl futbol oynayım desinlər ki, tutaq ki, Rəşad Sadıq gözəl futbol oynayır. Hamımız istəyirik həm gözəl futbol oynayaq, həm yaxşı nəticə qazanaq, həm nəticələrimiz yaxşı olsun. Siz bu nə bilim mən çox dayanmaq istəmirəm bu məsələnin üstündə və bilirəm ki, keçən də bu söhbət az olmurdu. Bəli, mən də bu indi camianın içində bilirik, eşidirik. Maksimum çalışıram bu məsələlərdən kənar olam. Nəsə deyəndə kimləsə müqayisə eləmək olsa daha yaxşı olar ki, məsəl üçün Kəpəz tutaq ki, Zirə daha yaxşı oynayır, yoxsa kimlə də müqayisədə biz daha pis oynayırdıq və yaxud finalda Qarabağa qarşı keçən il sezonun sonu göstərdiyimiz oyun, çox sayılı ikinci hissədə yaratdığımız gol epizodlar, birinci hissədə bəli, ehtiyatlı futbol, yəni bunlar bilmirəm də indi bəlkə bunu da daha yaxşılaşdırmaq lazımdır. Bu il düzdür, bu il daha yenə nəticə fikirləşirik təbii olaraq, amma risk elədiyimiz məqamlar daha çoxdur və hər şeyin də öz vaxtı var mənə görə. Mən həmişə sizə deyirəm, mənim üçün Qarabağ bir məktəbdir, mənim üçün Qurban müəllim bir məktəbdir. Mən onu sinif bə sinif gəlmək istəyirəm. Nə dərəcədə alınacaq bilmirəm, çünki mən Qurbanov deyiləm. Və inşallah ki, bir gün biz də o səviyyəyə gələrik ki, həm nəticələrimiz yüksək səviyyədə olar, həm futbolumuz aşırı şəkildə hamını məmnun salar. Bilmirəm, məncə biraz orada müəyyən məqamlar var ki, tam razı deyiləm, sadəcə olaraq çox uzatmaq istəmirəm mövzunu. Sualın ikinci hissəsi, futbol fəlsəfəsinizi aşılaya bilmişsiniz deyə cari mövzusunda, bu mövzusunda belə parlaq oyun da var, nəticə də var. Yoxsa komandanın keyfiyyəti qaldı. Yəni o dəvət elədiyiniz legionerdə, onu siz görün. Bax, mən futbolçana çox razıyam. Amma siz də bizim apardığımız seleksiyanı görürsünüz, hamımız görürük də. Yəni mən Papunaşvilidən çox razıyam, Juniordan çox razıyam, Elçindən razıyam. Amma biz 8-ci, 9-cu yerdən bugün heyətdə çıxan 3 dənə futbolçumuz keçən il 8 və ya 9-cu yerdə bitirən bir klubdan transfer eləmişik. Biz demək olar ki, bizim komanda iddialı transfer eləmir. Bəli, o futbolçular gəlir, indi burada şükür Allaha, Junior da iddialıdır, Papunaşvili də çox iddialıdır, Elçin Əlcanov da bir çox oyunlarda çıxış edir, məni qane edir, məni razı salır. Amma məsəl üçün girəcək başqa kluba gedib, biz gücümüzə uyğun, yəni imkanlarımıza uyğun çalışırıq ki, yaxşı bir komanda formalaşdırıq. Söz düşmüşkən, yerli bazardan yayda futbolçular transfer etdirməyək, neçə futbolçu var ki, götürmək istəyirsiniz, neçə? Çox futbolçu var götürmək istədiyim, amma təbii olaraq heç kim əlində olan yaxşı futbolçunu verməz. Çempionatımızda çox yaxşı futbolçuları var. İndi müqaviləsi bitən futbolçularla maraqlanırıq, xarici bazarla da yaxından maraqlanırıq. Bilirik, bütün klublarımız biz də həmçinin əziyyət çəkəcək o baxımdan, çünki bazarda çox ciddi qıtlıq var. Bu da bir çox çempionatların iddiasının artmasıdır, imkanların artmasıdır və artıq əvvəlki kimi Azərbaycana yaxşı futbolçular gətirmək asan deyil, çətindir və xüsusilə də imkanı aşağı olan klublarımız təklif elədiyimiz müqavilələrə bir də baxsan ki, yaxından baxmırlar, maraqlı olmur onlara. Biz də həm balansı poza bilmərik, həm imkanlarımızı aşa bilmərik. Bu yöndə işimizə aparacaq. İnşallah ki, ümid edirəm ki, uğurlu alınar. Məsələn, keçən il yeni qeyd elədiyim futbolçular və yaxud digər futbolçular, komandaya qoşulan futbolçular özlərinin hamısı yaxşı tərəfdən göstərirlər və o bizi çox sevindirir. Son sual anladım. Mən qeyd elədim ki, Kəpəzdə keçən futbolçu almışsınız. İndiki qeydiyyətində Kəpəzin sizi bəyənib almaq istədiyiniz komandaya gücləndirəcək futbolçular var. Bəyəndiyim futbolçular var. Yəni, burada sual necədir? Məsəl üçün, keçən il Papunaşvilini bəyənirdim və o mövqedə boşluğumuz var idi. Biz Papunaşvilini transfer elədik, düzdür, gec oldu. Avqust ayında biz onu transfer elədik. Məsəl üçün, yerli stoper istirdi, Elçin Əlcanovun müqaviləsi bitmişdi, biz onu götürdük. İndi ola bilər ki, elə bir futbolçu olsun ki, mən onu bəyənim, amma o mövqedə bizdə 2 il, 3 il müqaviləsi olan və razı qaldığım bir futbolçu olsun. O yüzden bu kriteriyaların da, bu detalların da üst-üstə düşməsi çox vacibdir. Yəni, elə bir futbolçu deyiləsiniz ki, yox. Marağımızda olan var. Hansı futbolçu?
İndi ad çəkmə düşünürəm etik olmaz. Maraqlı olan futbolçular var. Sizi sonra cevabını açıklamanızda bizim sağlık Böyük seyirlerini görmek sonra yine Qarabağ'dan start getirdim çünkü Lokomotiv bugün Qarabağ'da. Böyük klublar azad stasyonları futbol satlar yani bunu ödeyip transfer. Bəli, bəli. Biz ne vaxt elə zirə görə biləcəyik ki, istədiyi futbolçunun yəni transfer xərcini ödəyib alır. Əsas vacib olan odur ki, götürdüyüm futbolçular uğurlu olsun. Yəni ola bilərdi ki, biz böyük pullar xərcləyib transfer eləyərdik və bu günləri biz bugünkü effekti ala bilməzdik. Amma şükür olsun Allaha, belə deyirəm, balaca büdcə ilə çox uğurlu transferlər oldu bizdə bu illəri. Papunaşvilini götürək, Junioru götürək, Salifun özünü götürək. Salifu bizə gəldikdə cəmi 10 dəqiqə peşəkar çıxışı var idi, daha çox 19-da oynayırdı. Birinci Liga Fransada cəmi 10 dəqiqə, 12 dəqiqə oyunu var. Cibril İsanı götürək, o da çox uğurlandı. Bir çox futbolçular var ki, onlar bizə gəlmədən öncə də uğurlu karyeraları var idi. İstər Azərbaycanda, istər ölkə xaricində. Aydın olsun və bir çox futbolçuların belə uğurlu alınması, bəlkə də böyük pullar xərcləsəydi bu qədər uğurlu alınmazdı. O fakt da var. Amma dediyiniz amil çox vacibdir ki, bəzən elə futbolçu olur ki, %100 sən onu istəyirsən götürəsən. Məsəl üçün, bugün 2 dənə futbolçuya baxırdım, ikisini də çox bəyənmişəm, istəyirəm. Əlaqə saxlayırsan, baxırsan, böyük transfer məbləğləri var və məcbur olsan vaz keçəsən. Düşünürəm, bir neçə belə də transfer edə bilsə yaxşı olardı. Amma bugünün söhbəti deyil bu. İnşallah biz də rəhbərliyin nə vaxtsa etimadı doğrularıq, Avrokubokları, qruplara qalarıq. Daha çox bizə inanarlar. Həm pul qazanlar klub, həm daha çox sponsorlarımız daha çox pul ayırar klub üçün. Amma bugünkü gündən biz çox razıyıq, məmnunuq. Allah sabit eləsin, Allah daha da bərəkət eləsin. Mən keçən il bu mətbuat konferanslarında sizin üzərində olub və deyilən mövzuda sual olurdu. Bu da təbiidir, yəni ötən mövsüm qara zolaq var idi Zirə üçün bir müddət, yəni komanda qələbələr qazana bilmirdi. Amma bu il o olmadı, yəni Qarabağdan sonra ən sabit çıxış edən, yəni mən xatırlamıyorum 2 oyunda almalar bəlkə də Zirə olduğu yəni bu mövsüm sabit çıxış elədi. Bəs Avrokuboklara hazırlıq baxımından götürsək, keçənki komanda ilə bu ilki komandanı müqayisə edəsək, hansı daha hazırlıqlıdır? Avrokuboka hazırlığı zaman göstərəcək. Yenə deyirəm, aparacağımız seleksiyadan və müqaviləsi bitən və yaxud təklif olan futbolçularla danışıqlar çox önəmli olacaq. Heyəti qoruyub saxlamaq çox vacibdir. Digər tərəfdən qaldı ki, sabitliyə, məsəl üçün bu ildə bizdə uğursuz bir qrafik oldu. 7 oynayacağımız bir qələbəmiz var idi qış fasiləsinə qədər. Amma sonra qış fasiləsinə yaxın son 4 turda 10 xal, ondan sonra qış fasiləsindən sonra bu uğurlu seriya. Bəli, keçənkindən daha yaxşıdır komanda, mən də onlara razıyam. Daha hazırlıqlıdır, daha yaxşı oynayır, məsələ müzakirə olunmur. Amma keçən illəri o çətin çıxışlarımız zaman, uğursuz çıxışlarımız zamanında çevirib sonradan ikinci yer tutmaq da asan deyil idi, çox çətin idi. İndi inşallah çalışacaq ki, bu il keçənki uğuru təkrarlaya bilək. Nə dərəcədə uğurlu olub alınmayacağı zaman göstərəcək.